Vurma ilə toplamada tərsinə idi. Çıxma ilə bölmədə tərsinə zat böyüdür. Şimdi bir də variant daha baxın. Bunu görün necə düzüblər. Böyüdən kiçiyə düzüblər. Baxın böyüdən kiçiyə. Mən də böyüdən kiçiyə düzsəm. Soldan sağa doğru. Yəni ki, sol tərəfdə böyüklər gedə-gedə azalacaq kiçiyə doğru. Onda bunlar arasında ən böyük hansıdır? 12, 7, 27, 1. Ən böyük hansıdır? Təbii ki 27. Deyirəm, onda bu A, B, C, D-nin arasında ən böyük C-dir. Çünki o C-nin yanındakı həddir. Ən böyük C-dir. Yazdım. Sonra gəldim bura. A, B, D. Bunlar arasında 1, 7, 12. Ən böyük hansıdır? 12. Deməli, elə A özü böyüdür. A böyüdür. Düzdürmü? Yəni C A-dan böyüdür, A da digərlərindən böyüdür də. Bunlar üstü saçdırmasın. Bax C-ni tapmışıq, A-nı tapmışıq. İndi nə qalıb? B çıx 7 ilə D çıx 1. Yəni ki 7 ilə 1. 7 ilə 1-dən hansı böyüdür? 7. Onda B D-dən böyüdür. Yəni ən bacısı elə D-dir.